Salam hörmətli tamaşaçılar. Gəncə şəhəri Gülüstan qəsəbəsindəki Mirzə Şəfi Vazeh Parkının ərazisindən sizlərə verişimi təqdim edirəm. Burada istərdim ki, bax bu gördüyünüz kimi əhali içməli su ilə, yəni ağ su ilə təmin olunur. Ərazidə məni nəzərimi cəlb edən o məsələ oldu ki, bax burada gördüyümüz kimi uzun müddətdir. Bax görürsünüz, daha yaxından göstərirəm. Pat salıblar bura, yəni buradan su gəlmir və əhali burada su ilə lazımi səviyyədə təmin olunmur. Bax belə bir gördüyünüz ərazidəki su kranklarındakı vəziyyəti sizlərə təqdim edirəm. Ərazidə görürsünüz də. Bax burada da eyni bir vəziyyətdir. Redaksiyamıza çox sayılı müraciətlər olunubdur və buradakı ərazidəki bax bu gördüyümüz kimi vəziyyəti bizə açıqlayıblar və biz də özümüzə borc bilirik ki, bu ərazidən verilişi hazırlayaq və sizlərə təqdim edək. Və hesab edirəm ki, aidiyyəti qurumlar yaxın bir zamanda bu ərazidə olan vəziyyəti analiz edəcəkdilər və çatışmamazlıqları aradan qaldıracaqdılar. Çünki bu yol verilməzdir. Çox böyük işlər aparılır Gəncə şəhərində. Fontanlar salınır. İnsanların istirahət etdiyi ərazilərdə onlara fontanlarla təmin olunurlar, gözəlliklər yaradır. Ancaq belə halları görəndə belə bir gözəl bir parkın ərazisində, onun yaxınlığında olan bu vəziyyət yol verilməzdir. Hesab edirəm ki, bilavasitə bu məsələ ilə əlaqəli olaraq aidiyyəti qurumlar bunu nəzərə alacaqdılar və yaxın zamanlarda burada artıq yüksək səviyyədə insanların su ilə təmin olunması üçün kranlar qoyulacaqdır və insanlar buradan rahat gəlib su doldurub özləri üçün, öz ailələri üçün aparacaqdılar. İndi isə mən sizdən xudahafizləşirəm və gələn görüşlərə qədər deyirəm. Özünüzü və yaxınlarınızı qoruyun. Sağ olun.